Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün həftənin qonağında bizimlə birlikdə əməkdar incəsənət xadimi Fəxriyə xanım Xələfovadır. Xoş gördük Fəxriyə xanım, necəsiz? Çox sağ olun, təşəkkürümü bildirirəm, yaxşıyam. Həm sizi, həm də hörmətli tamaşaçılarımızı salamlayıram. Əminəm ki, çox maraqlı söhbətimiz olacaq. Mən də çox əminəm. Ona görə ki, belə bir mövzudur ki, bilirsiniz, onun o qədər istiqamətləri, o qədər çalarları var ki, onlar hamısı düşünürəm izləyicilərimizə marağına səbəb olacaq. Bəli. Fəxriyə xanım, istəyərdim elə ilk növbədə məni maraqlandıran suallara keçməzdən öncə sizin bu yaxınlarda moda kolleksiyanız baş tutdu, İpək Füsunkar adlı. İstəyərdim bununla bağlı biraz məlumat verəsiniz, eyni zamanda izləyicilərimiz də məlumatlı olsunlar. Çox gözəl ki, artıq ölkəmizdə, paytaxtımızda moda həftələri keçirilir. Onların sayı da artıbdır, onların formatları da fərqli olsa da yenə moda tədbirləri də bu çox sevindiricidir. Və il-ildən dizaynerlərin sayı da artır, modeliyer dizaynerlərin. Çox sevinirəm ki, onların çoxu mənim tələbələrimdir. Artıq özlərini sınayırlar, böyük podiumlarda. Xaricdən çox dizaynerlər gəlir, onlar üçün də bu maraqlıdır və son Azərbaycan Moda Həftəsində mövzu olaraq İpək yolun üstündə belə bir mövzu təklif eləmişdi və mövzunu eşidərək dünyanın bir çox yerlərindən şərq üslubunda çalışan dizaynerlər gəlmişdi öz kolleksiyalarını nümayiş eləməyə. Mən də düşündüm ki, mövzu da çox mənə yaxındır, həm də qonaqlar çoxdur, xarici qonaqlar. Və mən elə bir kolleksiyanın adını, konsepsiyasını düşündüm ki, o bilavasitə ipəklə əlaqəli olsun, bir mənalı və füsunkar ipək qoydum. İngiliscə də qoydum adını ki, xarici qonaqlar bilsinlər, Magical Silk. Yəni ipək elə bir parçadır ki, elə bir parça növüdür ki, o qədimdən artıq insanlar tərəfindən sevilir, istifadə olunur. İpəkçiliyi Azərbaycanda hər zaman mövcud olubdur. İpək yolunun üzərində Azərbaycan ölkəsi o marşrutun üzərində yerləşibdir və qədim zamanlardan Azərbaycanda olan istehsal olunan ipəkləri tacirlər gəlib alırdı, aparırdı başqa ölkələrdə. Təqdim edirdi, satırdı və ipək hər zaman geyimdə istifadə olunubdur. Ona görə mən də düşündüm ki, bu gözəl füsunkar ipəyi kəlağayı vasitəsilə gecə geyimlərlə sintez edərək kolleksiyamı bu şəkildə təqdim edim. Və kəlağayıları mən hər zaman elə seçirəm, elə uyğunlaşdıram ki, onlar mənim geyimlərimlə çox bilirsiniz, qarmoniya yaradır. Təqdim etdiyim geyimlər də, libaslar da, kəlağayılar da o qədər rəngləri bəyənildi ki, tamaşaçılar tərəfindən. Bu bütün video kadrlarda da var. Yəni, zalda elə bir insan yox idi ki, o telefonun əlinə alıb çəkməsin. Mən sonradan təbii ki, kadralara baxıram, hansısa video kadralara, baxıram ki, hamı çəkir. Elə maraqla qarşıladılar ki, bu kolleksiyamı xarici qonaqlar yaxınlaşırdı, o ipəklərə baxırdı və bununla mən həm etnik üslubun nə qədər gözəl olduğunu göstərmək istəyirəm. Ona görə ki, biz şərq ölkəsiyik, amma bizim özümüzdə Azərbaycanda ipək istehsal olunub qədim zamanlarda. Bugün bizim kəlağayımız var ki, hansı ki, başqa ölkələrdə yoxdur da, onun tayı bənzəri, tayı bərabəri yoxdur. Kəlağayı UNESCO tərəfindən qeyri-maddi irs siyahısına daxil olub. Bu deməkdir ki, bu bəşəriyyətin dəyəridir. Mən də çalışıram öz istiqamətim vasitəsilə Azərbaycanın mədəniyyətini, qədim mədəniyyətini, irsini təbliğ edəm. Həm də ki, nəticədə, yəni mən bunu illərcə nəticəsini görmüşəm, nəticədə də çox gözəl kolleksiya yaranır. Bilirsiniz, ənənəvi gecə libaslarını yaratmaq, bəli, modelyerlər üçün bu istiqamət həmişə maraqlıdır. Gecə libaslarında qlamur olur, təmtəraq olur, amma ora milli çalarları əlavə edəndə, orada ipəklər olanda, orada ornamentlər olanda, tikmələr olanda daha da bilirsiniz füsunkar olur. Mən elə
o adı əbəs yerə seçməmişəm. Füsunkar və zərif olur. Yəni qısaca bu kolleksiyam haqqındadır. Mən yaradıcılıq haqqında danışanda mən saatlarla danışa bilərəm, amma bilirəm ki, suallarınız da var. Və növbəti suala keçək. Mən özüm də izlədim video materiallardan. Həqiqətən də qeyd etdiyiniz kimi çox füsunkar idilər. Çox möhtəşəm idiniz. Növbəti sualım isə Fəxriyə xanım belədir ki, artıq qış fəsli daxil olur və soyuq havalar nəticəsində də biz bunu hiss edirik. Bununla bağlı istəyərdim ki, moda aləmində ümumiyyətlə nələrə üstünlük veriləcək qış fəslində? Mənim qış ayları üçün birinci məsləhətim olacaq ki, isti geyinmək lazımdır. Bu, bilirsiniz, o qədər ənənəvi səslənsə də, amma mən hər zaman bunu məsləhət görürəm ki, qış aylarında isti geyinmək lazımdır. Yəni, geyimlər elə seçilməlidir ki, onlar iqlim, yəni ki, dəyişən iqlim şəraiti üçün uyğun olsun, əlverişli olsun. Hər zaman deyirəm ki, üst geyimlərimizdən mütləq qaydada kapüşon olsun. O qədər əlverişlidir. Bir də yağış yağdı, külək əsdi. Xanımlar üçün mən hər zaman məsləhət görürəm ki, üst geyimlərini də gözəl, bilirsiniz, rəng çalarlarında seçsinlər. Ənənəvi qara və boz rənglərə üstünlük veririk. Amma mən təklif edirəm ki, imdamı rəngi, sumaq rəngi, bordo ona deyilər, çox gözəl rəngdir. Əlvan rənglər də çox gözəldir. Məsəl üçün, müqayisə etsək, idman geyimləri ilə, sırf idmançılar üçün yaradılan geyimlərindən, qış, məsəl üçün, qış idman növləri üçün, bütün geyimlər əlvandır, qırmızı, yaşıl, sarı qarışdırırlar. Görürsən ki, geyimlər çox əlvandır, bu əbəs yerə deyil. Əlvan rənglər çox müsbət bizə təsir edir. Mən bunu illərcə təcrübədən keçirtmişəm, artıq bunun peşəkarıyam. Mən bilirəm ki, rəngin çox önəmli bizə təsiri var. Nə qədər çox bizim qarderobumuzda rəngli geyimlər olsa, yəni hansısa bir rəngə aid, o qədər çox biz özümüzü yaxşı hiss edəcəyik. İnanın ki, bu belədir. Mən bunu illərcə sınamışam. Məsəl üçün, mənim özümə məxsus rənglər var. Əynimdə olan bu zeytun rəngində bluz, məsəl üçün. Bu rəng mənim rəngimdir. Və bənövşəyi rənglər. Mən onları giyirəm. İnanın ki, ətrafdan elə insan olmur ki, deməsin ki, Fəxriyə xanım, lap yaxın olsun, uzaq olsun, fərq eləməz. Bu nə gözəl rəngdir. Belə bir bluz ola bilər. Deyirəm, bəli, ola bilər. Siz sadəcə onları görmürsünüz, yanından keçirsiniz. Siz ənənəvi artıq bilirsiniz, eksperimentlər etmirsiniz. Amma daxil etmək lazımdır. Mən məsəl üçün nadirən qırmızı rənglərdən istifadə edirəm. Nadirən mən ağ rəngdən istifadə edirəm. Mənə elə gəlir ki, mənə yaraşmır, amma ağ rəng çox maraqlıdır ki, hətta onun biraz qəhvə ilə südün qarışığı bir tonu. Nəzəriyyələrdə oxumuşam ki, o rəng çox şəfalıdır. Ümumiyyətcə, nəzəriyyədə var belə bir anlayış ki, şəfalı rənglər var, yəni şəfa verən rənglər var. Qırmızı şəfalı sayılır. Yəni ki, qəhvə ilə südün qarışığı ona belə bir gözəl mülayim rəng, krem karamel tonlar, onlar şəfalıdır. Yaşıl rəng çox şəfalıdır. Bənövşəyi rəng ümumiyyətcə, hətta bənövşəyi rəng haqqında deyirlər ki, o bizalası intellektə təsir edir. Məsəl üçün, o şuuraltına təsir edir. Məsəl üçün, bənövşəyi rəngdə mən olanda mənim çox gözəl ideyalar gəlir ağlıma. Mən bu nəzəriyyəni araşdırıram. Hər vaxtsa bəlkə mən bu kitabı da yazdım. Amma hələ araşdırmalar davam edir. Düşünürəm ki, maraqlı olacaq həqiqətən də belə bir kitab hər kəs üçün. Bəli, mən fikirləşim ki, hətta bestseller olacaq. Yəni, hər kəs istəyər ki, o kitabı alsın, oxusun. Yəni, məsləhətlərim belədir. Qış aylarında məhdudiyyətlər var, ona görə ki, biz üst geyimlərdə oluruq. Amma bahar gələndə, yay gələndə, onda istənilən şəkildə hər kəs öz stilini göstərə bilər. Və mən burada məsləhət görürəm ki, hər fərdin çalışsın ki, özünə məxsus stili olsun. Dəb ayrıdır, stil ayrıdır. Öz stilini yaratmalı. Bəli, dəb tendensiyalardır. Modelyelər kolleksiya yaradır. Mağazalarda, məsəl üçün, yeni kolleksiya gəlir. Yeni, məsəl üçün, hər mağaza gedəndə orada ayrı bölüm var.
orada yazılır yeni kolleksiya. Orada artıq yeni dəblər var. Amma stili hər kəs özü yaradır axı, seçir, uyğunlaşdırır. İndi dəbdə belə bir sözlər var, kombin, hansı ki əvvəllər yox idi, look, əvvəllər yox idi o sözlər. Onları özü yaradır. Ona görə stil çox önəmlidir. Mən məsəl üçün elə bugün verilişə gəlməmişdən əvvəl çox bir neçə yəni belə bir aksesuarlar alacaqdım. Ticarət mərkəzinin içində yəni belə baxırdım. Oradan bir xanım uzaqdan, çox uzaqdan məni çağırdı. Fəxriyə xanımsız deyirəm də bir də çox uzaqdan və arxadan dedi, mən sizi tanıdım sizin stilinizdən. Mən baxdım dedim bu Fəxriyə xanımdır. Ona görə stil çox vacibdir. Bunu məsləhət görərəm. Fəxriyə xanım, eyni zamanda biz bilirik ki, siz həm də parfümyersiniz. Azərbaycanda ilk ətir brendini yaratmış bir xanımsınız. Bununla bağlı nə tövsiyə edərdiniz? Ümumiyyətlə, fəslə görə qoxuları necə müəyyən etsinlər? Çox maraqlı mövzudur. Bu haqda mən bilirsiniz nə qədər danışa bilərəm. Bəli, mən 2010-cu ildə ətir brendimi yaratdım və düşündüm ki, dünyada artıq belə bir ssenari var ki, moda brendinin mütləq öz ətri də olmalıdır. Yəni bizim istifadə etdiyimiz ətirlərin hardasa bir 80% moda brendlərinə aiddir. Mən də o ideyanı reallaşdırdım. Əslində buna mənim həm həvəsim var idi, həm istedadım var, belə demək olarsa. Həm də ki, mən hər işə başlayanda onun təsirini mütləq almalıyam. Və ona görə mən yollandım Fransa, Gras şəhəri, haradakı məşhur parfümer filmi çəkilibdir. Qədim bir şəhərdir, orada qədim parfümeriya mərkəzləri var və orada kurslar var. Və fikir verirsinizsə, bilmirəm, nə fikir vermirsinizsə ya yox, heç bir universitetdə parfümer bölümü yoxdur və parfümer peşəsinin diplomu verilmir. Mən də bu haqda soruşdum. Dedim, nəyə görə görəsən parfümer bölümü yoxdur? Mənə cavab verdilər ki, oradakı müəllimlər ki, hər adam parfümer ola bilməz. 100 mindən biri parfümer ola bilər, bir insan parfümer ola bilər. Yəni, ora bir 20 şagird toplayıb və hər kəsi parfümer diplomu biz verə bilmərik. O nadirən istedaddır. Parfümerlər, onların hansı bacarığı əsas olmalıdır? Onlar yəni orta səviyyəli, məsəl üçün, parfümer 300 qoxuya qədər birdən yadında saxlamalıdır. Bax, onlar baxırlar, test edirlər. 300-ünü 300. O, elə ki, oturanda iş başına, o 300 qoxunu yadında saxlamalıdır. Ən top parfümerlər, hansılar ki, bu ən məşhur ətirləri yaradırlar, onlar da 1000 qoxuya qədər yadlarına saxlamaq bacarığı bir istedaddır. Bəli, bacarığına malikdir. O da ki, müstəsna istedaddır. Və mən ətirlər kolleksiyamı yaratdım. Onlara milli adlar verdim. Heç vaxt mən nə moda kolleksiyalarımın adını, nə ətir kolleksiyalarımın adlarını xarici adlardan istifadə etmirəm. Və indi bilirsiniz, bu dəb halını alıbdır. Nə mənada kütləviləşib ki, milli ifadələrdən, milli adlardan istifadə etmək. Mən fəaliyyətimə başlayanda daha çox hər kəs xarici adlara üstünlük verirdi, ingilis dilində. Mən isə milli adlardan başladım. Nuray ətirlər kolleksiyamı hər kəs tanıyır. Məncə onu istifadə etməyən ölkəmizdə xanımı yoxdur. Ya özləri alıblar, ya hədiyyə ediblər, ya bəyəniblər, yeni alıblar. Sonra da Xəzərin çiçəyi, Kaspian roz. O da bioloji çiçəkdir, endemik çiçəkdir. Endemik bu deməkdir ki, bizim ölkədə bitir. Nadir çiçəkdir, adı da gözəldir, Xəzərin çiçəyi. Və ətirlər kolleksiyam xanımlar tərəfindən və bəylər üçün də var bir ətrim. Kaspian Essence, yəni Xəzərin təravəti çox sevilir. Mən bu məsələdə özümü çox xoşbaxt parfümer hesab edirəm. Məsləhətlərim belə olacaq ətir seçiminə görə. Ətirlər çoxdur, yəni satışda çoxlu sayda müxtəlif ətirlər var. Tanınmış ətirlər var, çox populyar ətirlər var, yeniləri var ki, hər dəfə ona deyirlər ki, yeni ətirlər təqdim olunur və alıcı neynəsin? O gərək axı öz seçimini etsin. Mən məsləhətlərim belə olacaq. Ətirləri
günün birinci yarısında seçmək lazımdır. Çox maraqlıdır, bəli. Həqiqətən də. İlk dəfə dəyişdirdim. Bəli, mənim axı gərək məsləhətlərim həmişə ekskluziv olsun. Tox qarnına ətir seçmək olmaz. Ona görə səhər, yəni belə bir səhər yeməyindən sonra, səhər yeməyi həmişə çox olmur axı. Rahat qəhvə içəndən sonra yollanmaq lazımdır mağazaya və buna yetərincə zaman ayırmaq lazımdır. Yəni birdən-birə getdim və 10 dəqiqənin içində ətri seçdim, o da alınmaz. Onları dərk eləmək lazımdır. Və təcrübə toplamaq lazımdır ki, mənə görəsən hansı ətir kompozisiyası yaraşır. Onu müəyyənləşdirmək lazımdır. Stilimizi müəyyənləşdirdiyimiz kimi, təbii ki, ətirdə də bunu bilmək lazım. Ancaq trend ətirlərin arxasıca qaçıb onları alıb və hər kəs istifadə edir və ya çox məşhur ətirdir. Elə də etmək mən məsləhət görmürəm. Ətirlər çoxdur. Onların bəli, qiymət baxımından çox bahalı da ətirlər var. Seçim üçün hər cürə ətir var. Kompozisiyaları fərqlidir. Çiçəkli meyvəli ətirlər olur. Onları yay aylarında daha çox istifadə etmək lazımdır. Onlara fresh deyirlər, sərinlik verən. Mən məsəl üçün ətirin içində sitrus notları olmasa, mən o ətiri istifadə edə bilmərəm. Mənim öz ətirlərimdə də var. Qızıl gül, roza. Roza qoxusu mütləq gəlməlidir. Mən demirəm ki, çox ifadəli, amma haradasa hiss olunmalıdır. Niyə görə? Ona görə ki, Azərbaycanda bir çox yerlərdə qızıl gül bitir. O da bizim endemik gülümüzdür. Biz o qoxunu sevirik, alışmışıq ona. Bax, mən bunları məsləhət görərdim. Məsəl üçün, var isti ətirlər və soyuq ətirlər. Onları öz fəslində istifadə etmək lazımdır, qarışdırmaq olmaz. Çoxlu, bilirsiniz, baharatlı qoxular var və şərq ölkələrin haradasa notlarını ifadə edən ətirlər var. Onlar da hər kəsə yaraşmazlar. Ona görə çalışmaq lazımdır ki, hər kəs öz ətrini tapsın və ən önəmlisi, ən vacibi, ətrin üzərində yazılan klassifikasiya növü. Eau de parfüm, o ancaq dəri ilə təmasa girir. Bunu bilmək lazımdır mütləq qaydada. Eau de tualeti, o istənilən, yəni geyimin üzərindən ola bilər, saça ola bilər. Məsəl üçün, iş xanımları üçün mən hər zaman deyirəm ki, eau de tualet alın. Onların qiyməti də daha münasibdir. Onların elə bir ki, istifadəsi rahatdır. Yəni, istənilən zaman üzərinə tətbiq edə bilərsən. Amma eau de parfüm ancaq dəri ilə təmasa girir. Ona görə bunları bilmək lazımdır. Və düşünürəm ki, ətir elə bir məhfumdur ki, o bizim haqqımızda, bizim gəlişimiz haqqında xəbər verir və gedəndən sonra bizim haqqımızda bir xatirə buraxır. Fikir formalaşdırır. Bəli, fikir formalaşdırır. Ətirlə sən yadda da qala bilərsən, xoş təəssürat bağışlaya bilərsən. Ümumiyyətcə, çox vacib bir faktordur. Yəni, qısaca olsa məsləhətlərimi verdim, amma çox dərin bir mövzudur. Çox danışmaq olar təbii ki, amma düşünürəm ki, verdiyiniz məlumatlar da çox maraqlıdır. Hətta elələr var ki, heç mən belə eşitməmişdim bu barədə. Bəli, çalışıram ki, bildiyim, yəni təcrübəmlə topladığım bilgiləri də çatdırım. Həm də ki, əminəm ki, onları istifadə edən xanımlar bu bilgiləri mənə sonra önəmsəyəcəklər. Bəs Fəxriyə xanım, biz bilirik ki, siz həm modelyer kimi, eyni zamanda parfümer kimi çox uğurlu bir xanımsınız. Sizin üçün daha yaxın olan hansıdır? Təbii ki, bilirəm ki, hər ikisindən zövq aldığınız üçün bu işi görürsünüz, amma məncə müqayisə etmək olar. Biri sizə daha yaxındır, daha çox zövq alırsınız. Olar. Mən belə cavab verərdim ki, mən moda brendi kimi başlamışam fəaliyyətə. Və burada brend anlayışı çox vacibdir. Mən ölkəmizdə ilk brendlərdən biriyəm. Yəni, brend nə deməkdir ki, sən öz məhsullarına zəmanət verirsən, onların keyfiyyətinə, onların, bilirsiniz, müasirliyinə və öz adını yazırsan. Fəxriyə Xələfova. İmzanızı qoyursunuz. Bəli. Və alıcı sənə etibar etməyə başlayır. Və o etibarı heç bir zaman sən gərək itirməyəsən. Sənin məhsulların keyfiyyətli olmalıdır. Ancaq bu şəkildə brendə həmişə hörmət olur, sevgi olur və alıcısı olur.
əksər halda ha vaxtsa hansısa bir mərhələdə sən etibarı itirsən, onda geri qazanmaq çətin Bəli. olur, çox çətin olur. Məncə qazanmaq olmur. Məncə mümkün də olmur. Moda fəaliyyətimdə mən hər zaman kolleksiyaları yaradanda mən həmişə görmüşəm ki, maraq olubdu, çox gözəl rəylər almışam. Ona görə ki, bu geyimdir, o bir başqa məfhumdur, amma ətir o qədər məsuliyyətli bir işdir. Təkcə mənim ətirlərim deyilmiş, ətirlər keyfiyyətli olmalıdır. Ona görə ki, onlar insanla bioloji olaraq birə-bir təmasa girirlər. Dəri vasitəsilə, nəfəs vasitəsilə, gözdən də hətta keçir ətir, nəfəsdən keçir. O, burada mən 1-ə 10 məsuliyyət daşıyıram. Ona görə ki, mən hər evə qonaq gedirəm, hara ki, mənim ətirim gedir. Mən deməli, o evin qonağıyam. Mənim ətirlərimi insanlar istifadə edirlər, demək ki, mən o məsuliyyəti daşıyıram. Milli brend olaraq 2 qat məsuliyyət daşıyıram. Rəqabətdə olmalıyam hər zaman. Ona görə ki, ətir elə bir şeydir ki, onu hər kəs özü seçir. Onu nə məcburən kiyə saldıra bilərsən, nə xahiş edə bilərsən ki, bunu al. Ona görə o qədər dərin bir prosesdir ki, mən ona demək olar ki, bütün enerjimi, vaxtımı, ürəyimi qoyuram ora ki, də ki, bu məhsul həm mənim ürəyimcə olsun, həm də ki, heç bir zaman mən alıcının etibarını itirməyim. Məsuliyyəti də hər zaman dərk eləyirəm. Mən öz ətirlərimin birinci də istehsal olunan zaman özüm testdən keçirdirəm. Onları biraz da olsa belə özüm içirəm, baxıram dadına, sıxıram belə öz üzərimə, görürəm ki, allergiya vermirmi, gözlərimə, saçıma testdən keçirdirəm. Ona görə ki, bu çox böyük bir məsuliyyətdir. Və fürsətdən istifadə edib demək istəyirəm ki, auditoriyamız saxta ətirlərdən istifadə etməsin, çalışsın ki, etməsin. Qablaşdırılmamış ətirlərdən istifadə etməsin. Bəli, onlar çoxdur indi. Hər yerdə var. Çox rahat belə, hər bəlkə də küçədə var, əl çatandır, amma onlar keyfiyyətcə çox zəifdir. Və onlar fəsadlar verir, çox təəssüf ki, fəsadlar verir. Bunu nəzərə almaq lazımdır. Mən də elə düşünürəm. Bəs Fəxriyə xanım, istəyərdim biraz daha əvvələ qaydaq. Ümumiyyətlə, sizin ilk kolleksiyanızı yaratdığınız vaxtlar, ümumiyyətlə bu yolu seçdiyiniz bir vaxtlar, biz bilirik ki, indiki zamanda gənclərimiz öz istəklərinə görə bir yol seçəndə, bunu dəstəkləyənlər olduğu qədər qarşı çıxanlar da olur. İstər ailədən, istər ətrafdan. Bu mənada mənə çox maraqlıdır ki, Fəxriyə Xələfovanı ən çox dəstəkləyən, bu istiqamətdə çox uğurlu olacağını düşünənlər kimlər olub? Bilirsiniz, bəli, çox maraqlı sualdır. Mən indi keçmişə qaydanda düşünürəm ki, mən çox xoşbaxt insanam ki, valideynlərim tərəfindən mən təbii ki, dəstək gördüm. Onlar çox ziyalı insanlar idi. Rəhmətli anam Rəfiqə xanım Əliyeva akademik alim idi. Bir də kimya, analitik kimya üzrə. Atam rəhmətli Rafiq Xalafov həm çox mütəfəkkir insan idi, ziyalı insan idi, həm də çox bilirsiniz, uzaq görən insan idi, dövlət xadimi idi, çox mühüm işlərdə işləyibdi, böyük töhfələr veribdi bizim ümumiyyətcə işlədiyi işlərdə o istiqamətlərin inkişafına görə. İkisinin haqqında mən danışsam, gərək saatlarla danışam. Ziyalı və mütəfəkkir insanlar idi. Anam pedaqoq idi. Pedaqoqlar axı, onların başqa bir yanaşması olur. Onlar dinləyirlər gənci, müşahidə edirlər, baxırlar və mən əslində biologiya fakültəsini daha əvvəl bitirdim Bakı Dövlət Universitetinin. O da ki, niyə görə? Ona görə ki, mən səsləndirdim ki, mən moda ilə məşğul olmaq istəyirəm, amma o vaxt Azərbaycanda moda tədris olunmurdu. Qardaş ölkə Türkiyə ilə hələ əlaqələr o qədər tam belə başlamamışdı. Valideynlərim də dedi ki, sən bir peşə seç. Mən dedim, onda biologiya olsun. Mən çox istədim ki, madəm ki, mən oxuyuram, mən
o zaman insanı araşdırım, insan haqqında məlumatlar alım və fiziologiya, anatomiya, fiziologiya o fənləri seçdim. Və ixtisasım insan beyninin neyrofiziologiyası idi. Çox nadir ixtisaslardan biridir. Psixologiyanı öyrəndim mən. Bu istiqamətdə yetərincə çox oxudum. 9 il belə hesab eləmək olar. Rus dilində oxuyurdum və çox yaxşı oxuyurdum. Qırmızı diplomla bitirmişdim oxuduğum təhsil ocaqlarını. Amma elə bir zaman gəldi ki, artıq Türkiyə ilə, qardaş ölkə Türkiyə ilə əlaqələr çox gözəlləşdi. İnkişaf etdi. Tələbələr artıq oraya yollandılar oxumağa və mən dedim ki, mən artıq deyəsən arzuma çatacağım. Mən yollanmalıyam Türkiyə və oxumalıyam. Yenə də valideynlər götür-qoy elədilər, məsləhətlərini verdilər ki, bax sən axı bu qədər xüsusi peşəyə sahibsən, sən artıq yəni mütəxəssissən, sən bu işi davam elə. Mən dedim, yox, mənim arzumu mütləq reallaşdıracağım və Türkiyədə oxudum. Ali xüsusi bədii dizayn məktəbində, o zaman orada özəl moda məktəbləri var idi. Ona görə ki, yenidən universitet oxumaq artıq uzun olardı mənim üçün, 3 illik proqram idi və qayıdandan sonra moda evimi ilk sahibkar kimi artıq ilk moda evimi açdım. Artıq sahibkarlıq fəaliyyətindən də başladım məşğul olmağa. Sonra bu artıq brendin yaradılması prosesi başlandı. Bu arada bacım mənə həmişə dəstək olubdu. Qardaşım, ailəm, evladım həmişə mənə kömək eləməyə çalışıblar ki, mən bu işi görə bilim. Bax, belə başlandı hər şey. Düşünürəm ki, bu mənada həqiqətən də çox xoşbəxt insanlardansınız ki, ətrafınızdakı hər kəs sizi dəstəkləyibdir, inanıbdır, güvənibdir. Və əsas məqam da ki, mən ilk kolleksiyamı təqdim etdim. Onu da yeri gəlmişkən qeyd eləmək istəyirəm ki, bu Bakımızda ilk peşəkar moda nümayişi idi. Klassik podiumla, modellərin kolleksiyanın təqdimatı ilə və sonradan ilk beynəlxalq moda festivalını keçirtməyə qərar verdim ki, ictimaiyyət görsün ki, moda necə olur ümumiyyətcə. Yəni, ona qədər bizim məsəl üçün cəmiyyət görməmişdi modanı. Teatrı görmüşdü, kinonu görmüşdü, operanı görmüşdü, amma modanı görməmişdi. Və bu haqda Ulu Öndər Heydər Əliyev mətbuatdan oxumuşdu ki, belə bir tədbir olacaq. Və mən Valentin Yudaşkini, o indi rəhmətə gedibdi, amma dünyaca məşhur modelyer idi. Onu dəvət etmişdim və o bizi dəvət etdi Prezident Sarayına. Və mən çox gənc yaşlarında artıq bax belə bir diqqətə layiq görüldüm. Biz Valentin Yudaşkindən Prezident Sarayında Ulu Öndər Heydər Əliyevlə görüşdəydik. Görüş bir 20 dəqiqə, 25 dəqiqə çəkdi. Moda haqqında söhbət oldu və o öz fikirlərini söylədi ki, dialoq aparırdı ki, yəni müstəqillik qazanan ölkələrdə milli moda necə inkişaf eləməlidir, onu o mövzuda düşündürürdü. Məsəl üçün, mən geriyə dönəndə düşünürəm ki, necə böyük bir addım idi. Cəmiyyətini müasirləşmiş, qloballaşmış dünyaya inteqrasiya edə bilən bir cəmiyyət kimi görmək istəyirdi. Bizim geyim stilimiz dəyişməsəydi, biz müasirləşməsək, biz onda necə inteqrasiya edəcəyik? O, onları çox düşünürdü və tövsiyələrini verdi və o söhbət çox maraqlı idi. Bu baxımdan da özümü çox xoşbaxt və şanslı hesab edirəm. Fəxriyə xanım, indi baxıram ki, mən hətta belə bir sual da yazmışdım ki, bəs bu istiqamətdə getməsəydiniz, hansı peşəni seçərdiniz? Məncə artıq məlum məsələdir ki, oxuduğunuz 9 ilinizi həsr etdiyiniz sahə üzrə gedərdiniz. Bəli, mən yaxşı həkim də ola bilərdim. Biyoloq olaraq anatomiya, fiziologiya istiqamətini seçmişdim. Sonra psixofiziologiyanı da öyrəndim, psixologiyanı da öyrəndim. Yəni, bu istiqamətlərdə biyoloq olaraq alim kimi də fəaliyyət göstərə bilərdim. Psixoloq olaraq da ki, praktik psixoloq kimi də fəaliyyət göstərə bilərdim. Mən sizə deyim ki, mən qeyri-formal elə bu illər ərzində psixoloq kimi də fəaliyyət göstərmişəm. Mən hər zaman xanımlarla təmasdayam və istər-istəməz, məsəl üçün, onların elə
dəbdə də nə istədiyini başa düşmək üçün, onların stilini formalaşdırmaq üçün, bəlkə onların özlərini dərk eləmək üçün. Mən çalışıram həmişə onlara psixoloji da dəstək verəm, amma ayrı-ayrılıqda da çoxlu sayda biz sosial layihələrdə də həm özüm də təşkil edirəm, müxtəlif qadın təşkilatlarında fəaliyyət göstərirəm. Orada da mənə bu bilgilər çox köməyimə gəlir. Yəni qeyri-formal illər ərzində onsuzdur ki, mən bu aldığım o zaman bu bilgilərdən istifadə etmişəm. Özümə qarşı da etmişəm. Bilirsiniz, biologiyanı bilmək nə böyük bir məncə nemətdir. Yəni mən orqanizmi bilirəm. Mən stres nədir, stres faktoru nədir, onu çox yaxşı hələ oxuduğum zaman bizə onu öyrətmişdilər. Stres nədir, onu bilirəm. Bizim işimiz çox gərgindir. Yaratdığım hər şey göz önündədir. Göstərdiyin hər şey minlərcə göz baxır, minlərcə kamera çəkir. Ətirlərim artıq 15 ildir satışdadır. Görün, nə qədər ətirim harasa kimlərinsə evinə qonaq gedibdir. Bilirsiniz, bunların hamısı o qədər məsuliyyətdir, o qədər çətindir. Hər şeyi ideal görməlisən. Və mənə bu bilgilər köməyimə gəlir, həmişə, hər zaman. Bir də yenə də mənim təməlimdə hər zaman peşəkar tədris var, yəni peşəkar savad var. Bunu hər zaman mən məsləhət görürəm tələbələrimə də. Ümumiyyətlə, hansı işlə məşğul olmaq kimsə istəyir, fərq eləməz bu hansı peşədir. Ən çətin peşədə olanda, yəni peşələrin çətini asanlığı yoxdur, amma yenə də daha asan peşələr var. Mən elə gəlir, amma yenə də hamısı çətindir. Mütləq qaydada nəzəriyyəni bilmək lazımdır. Oxuyub, araşdırmaq, təkminləşmək. Mən hələ də oxuyuram, hələ də təkminləşirəm, hələ də özlərimdə işləyirəm, deyirəm, bəlkə mən nəyisə fikirləşib icad edə bilərəm, dəyişə bilərəm, təkminləşdirə bilərəm və etdiyim çox, məsəl üçün, addımlar ancaq və ancaq mənim yəni peşəkar bilgilerimin bazası sayəsində olubdur. Onlar olmasaydı mən daha çox vaxt itirəcəkdim. Mən səhvlər edəcəkdim. Düz istiqamət seçməkdə çətinlik çəkəcəkdim. Amma mən təcrübəni öyrənirəm. Hər zaman təkcə dəb sahəsində deyil, çox bilirsiniz, cəmiyyətdə, dünyada iz buraxan insanların avtobiografiyalarını oxuyuram. Baxıram, görürəm, onlar necə həyat yaşayıblar. Məşhur filosofların qısa da olsa kəlamlarını oxuyuram. Çox mənim xoşuma gəlir. Məsəl üçün, Konfutsudan. Nə qədər mən oradan fəlsəfə götürmüşəm. Halbuki bizə aid nəzəriyyə deyil də, Konfutsu məsəl üçün. Nə şərq ölkələrinin filosofudur, o Çin filosofudur. Amma oradan çox məlumatlar əldə etmişəm. Əldə etmişsiniz. Bəli. Bəs Fəxriyə Xələfovanın uğur formulu nədir? Mən həm özümə aid demək olar ki, nəticələr artıq çıxartmışam, həm də ki, dünyaca məşhur, tanınmış insanların uğur hekayalarını oxuyandan sonra və ya tanınmış psixoloqların yenə də nəzəriyyələrini oxuduqdan sonra mən bir neçə bənd formalaşdırmışam ki, əvvəl o bəndləri formalaşdırdım, sonra baxdım, gördüm ki, onlar məndə var ya yox, yaxşı ki var imiş və onları indi bir nəzəriyyə kimi təqdim edə bilərəm. Birincisi, elə söylədiyim, gördüyümüz işin mütləq biz nəzəriyyəsini bilməliyik. O mütləqdir. Yəni, peşəkar təhsil. Özlərimizdə işləmək və məlumat bazasını toplamaq. İkinci, stresə dayanıqlı olmaq. Stres həmişə var, olub, var və olacaq. Mütləq stresi cilovlamaq lazımdır. Ona görə də pozitiv düşüncə lazımdır. Pozitiv düşüncəni də əldə etmək üçün sən daima hərəkətdə olmalısan. Əl-qoluğu salladın, məsələ Negativ düşüncələr. Bəli, keçəcək pozitiv, negativə. Üçüncü,
disiplin çox vacibdir. Vaxtı tamamilə düzgün bölmək ki, sən planlaşdırdığın işləri çatdıra biləsən. İndi, məsəl üçün, indi vəziyyət daha çox çətinləşib o baxımdan ki, əvvəl, məsəl üçün, Bakımızda bu qədər trafik yox idi, tıxaclar bu qədər deyildi. Mən əvvəl fəaliyyətimə başlayanda, mən həmişə avtomobil sürmüşəm, əvvəldən də. Bir məsafəni çox rahatlıqla keçirdim indi. Biz, məsəl üçün, tıxaclarda oluruq. Mən də o zaman nə edirəm? Artıq o vaxtdan da istifadə edirəm. Vaxta qənaət etmək, səmərəli istifadə etmək nəysə qulaq asıram, yəni bilgiləri alıram. Artıq audio şəkilində. O vaxtdan belə istifadə edirəm. Sonra kommunikasiya, mütləq sosial kommunikasiya deyirlər. Bax, o bacarıqları artırmaq lazımdır. Yəni, ünsiyyətçil olmaq lazımdır. Bu çox vacibdir. Özünə qapanmamaq, mütləq ünsiyyətçil olmaq, sənə məsləhət lazımdır, mütləq onu kimdənsə soruşmaq, əldə etmək, mütləq məsləhət görürəm, özünüzə sual verin və onların cavabını tapın. Mən özüm o qədər ünsiyyətçiləm, o qədər mən cəmiyyətlərdə iştirak edirəm, qadın təşkilatlarında, gənclər təşkilatlarında, xeyriyyət təşkilatlarında, yaradıcı ittifaqlarda, hər yerdə varam. Yenə də görürüm ki, mənə nəsə yenə bilmək lazımdır. Onda yenə də müraciət edirəm o birisi, məsəl üçün, cəmiyyətə. İndi buna artıq deyirlər ki, bu bir, artıq bu mütləqdir ki, sən hansısa bir qruplarda olasan. Bu vacibdir, ünsiyyət etmək lazımdır, bu çox vacibdir. İdmanla məşğul olmaq, vaxt yoxdursa yürüyüşlə məşğul olmaq. İnsan yürüyüşlə aktiv olanda, yürüyüşdə olanda onun ağlına daha da yaxşı ideyalar gəlir. Mən bunu sıralamışam. Mütləq qaydada. Mənim bir özü şəxsi meditasiyam da var. O da ki, mənim ayna ilə diyaloqum. Mən aynaya yaxınlaşdım. Bir 3 dəqiqədən sonra bir ideya gəlir ağlıma. Mən aynasız yaşaya bilmirəm. Amma o mənim şəxsi bəlkə də həvəsimdir, bilmirəm. Bəlkə hər kəsdə o həvəs olmaya bilər. Mənim üçün ayna çox vacibdir. Mən aynanın önündə olmalıyam, yaxınlaşmalıyam, baxmalıyam özümə. Oradan özümdən bir pozitiv enerji alıram. O mənim təcrübəmdir. Ola bilər də, olmaya da bilər. Mütləq peşəkar insanlarla, yəni hər sahədə kim ki, məsəl üçün, uğur qazanıbdır, canlı olsa daha yaxşı. O insanları axtarıb tapmaq lazımdır. Onlarla can atmaq lazımdır ki, tanış olasan. Olmasa, indi onlayn hər şey mümkündür. Mütləq onlardan bəhrələnmək lazımdır. Deyirlər ki, özün öz yolunu seçdin, getdin, elə deyil. Ancaq mütləq o təcrübəli insanların intervyularına mən baxıram. Mənim bəxtim kəsdi ki, yəni bəxtim kəsdi deyəndə ki, mən ona can atdım. Özüm, o vaxtlar nəyəsə nail olmaq indiki kimi asan deyildi. Mən moda əfsanələri ilə şəxsi görüşüm olub. Onların arasında Pierre Cardin, hansının ki adı dünyaca məşhurdur, o moda əfsanəsidir. Onlar hamısı rəhmətə getdilər, amma mən onların ən gözəl vaxtları olanda onlarla görüşüb söhbət eləmişəm. Paco Rabanne, o da dünyaca məşhur moda əfsanəsidir. Valentin Yudaşkin, o da rəhmətə getdi. Vyacheslav Zaytsev, onlar Rusiyanı təmsil edən modelyerlərdir. Qardaş ölkə Türkiyədən Yıldırım Mayluk, onu da çoxu tanıyır, çox gözəl bir mütəxəssisdir. Mən can atırdım ki, heç olmasa hansısa bir moda festivalı olsun, mən ora gedim, onlarla görüşüm. Onların bilirsiniz 2-3 kəlməsi bəlkə bir kitabxanaya bəsdir. O elə bir məsləhət verə bilər ki, sən ona deyirlər master class, maestro. Sən 20 dənə kitab oxuya bilərsən, amma o sənə elə bir məsləhət verə bilər ki,
o məsləhət bəli sənin üçün çox faydalı ola bilər. Buna can atmaq lazımdır və çox yaxın ətrafda olan yaxın insanlarla həmişə yaxşı münasibətdə olmaq lazımdır. Sən bilməlisən ki, sənin yaxınların rahat olmalısan ki, yaxınların qaydasındadır. Onlar da səni dəstəkləyirlər. Sən onlara yaxşı münasibət göstərirsən, onlar sənə yaxşı münasibət göstərirsən, onda sən işini rahat görə bilərsən. Amma əksər halda hansısa daxili problemlərə sənin enerjin, vaxtın getsə, necə istedadlı olursan, o işi görə bilməzsən yaxşı, keyfiyyətli. Çalışmaq lazımdır ki, ümumiyyətcə mehriban insan olasan, bağışlayan insan olasan. Bilirsiniz, negativə çox köklənmək lazım deyil. O, vaxt aparır, enerji aparır və mane olur. Mütləq pozitiv, ancaq irəli baxmaq, keçmişdən dərs çıxardıb irəli baxmaq, keçmişi çox da xatırlamamaq. Mən çox şeyləri silmişəm. Yəni, çalışıram, xatırlayam, yəni mənə onlar lazım deyirlər bugün. Ancaq və ancaq pozitiv şəkildə irəli. Pozitiv və gözəl xatirələr. Yəni, deyirlər ki, insan ömür boyu xoşbaxt ola bilməz. Elə bir, yəni, ümumiyyətcə belə bir nəzəriyyə də yoxdur. Nəzəriyyədə həmişə deyilir ki, xoşbaxt anlar var. Onları yadda saxlamaq lazımdır, onları böyütmək lazımdır, miqdarını çoxaltmaq lazımdır və sonuncu, ən dəyərli bəlkə məsləhətim olacaq ki, insan yaxşılıq eləməlidir. Balaca, böyük, orta fərq eləməz. Yaxşılıq etdikcə insan, onun işləri də yaxşı gedir. Eyni zamanda özünü də çox yaxşı hiss edir. Mən düşünürəm ki. Bəli, çalışmaq lazımdır ki, yaxşılıq etmək lazımdır. Kim nə əlindən bacarırsa onu etsin. Amma təəssüf olsun ki, biz ondan da qarşılaşırıq ki, o da başqa bir mövzudur. Çox vaxtı görürük ki, agresiya da var, nəsə bir kiminsə yolunu kəsmək də var, inamsızlıq var, onlar da var. Təəssüflər olsun ki, onlar da var. Amma yaxşılıqdan gələn enerji səni çox irəli apara bilər, sənə yollar aça bilər. Yəni, arzularımıza gedən yol ancaq yaxşılıqdan keçir. Bu mənim belə sonuncu yekun fikrimdir. Çox sağ olun Fəxriyyə xanım. O qədər zövq aldım ki, sizlə həmsöhbət olmaqdan. Düşünürəm ki, bu tövsiyələriniz izləyicilərimiz üçün də çox maraqlı olacaq. Maraqla izləyəcəklər. Nə isə oradan özləri üçün götürəcəklər təbii ki də. Bəli, rəylərini yazsınlar. Mənə də maraqlı olar, sonradan oxuyum. Və mən hər zaman televizyada, ümumiyyətcə mediada illərcə fəaliyyət göstərən insan kimi hər zaman tamaşaçıya hörmətlə yanaşmışam. Mən həmişə demişəm ki, o bizə baxır, mənə baxır, vaxtını mənə ayırır. Mən də sizlərə faydalı olmağa çalışmışam illərcə. Və çox xoşbaxt bir tanınmış insanam ki, mənə çox gözəl müsbət rəylər yazırlar. Mən onlardan, bilirsiniz, o qədər qürurlanıram. Ona görə təşəkkürümü bildirmək istəyirəm. İndi də yazan olacaq, bəlkə əvvəldən də yazıblar, bəlkə ürəklərində çox hissləri keçirdiblər. Mən onlardan o qədər razıyam, tamaşaçılardan o qədər razıyam ki, onlara təşəkkürümü bildirmək istəyirəm ki, mənə hər zaman müsbət münasibət bəsləyiblər. Bu, bilirsiniz, bu məncə ən böyük mənim üçün bəli, xoşbəxtlikdir ki, mən belə qəbul oluram, belə qarşılanıram. İnsanlar mənə çox yaxşı yanaşırlar. Amma mən də illər boyu çalışmışam, əlimdən gələni edim ki, mən həmişə bunu söyləmişəm, mən moda ilə məşğulam, öz işimlə məşğulam. Mən Azərbaycana dəbin inkişafı üçün əlimdən gələni etmişəm. Mən cəmiyyətimizə rəngləri tanıtmışam, yəni o mənada yox, ən böyük rəssam təbiətdir. Amma mən Azərbaycana xas olan rəngləri, milli rənglərimizi
çalışmışam hər zaman yaradıcılığımda göstərəm. Mən çalışmışam ki, o gözəl rəngləri təqdim edəm və mənə yaxınlaşırlar xanımlar və deyirlər, Fəxriyə xanım, baxın, bu sizin rənginizdür. Mən ondan da çox xoşbəxtəm ki, rənglərin gözəlliyini, qarmoniyasını, sintezlərini bəxş edə bilmişəm. O rənglərlə mən o enerjini ötürə bilmişəm. Ətirlərimlə o gözəl qoxuları ötürə bilmişəm. Çıxışlarımda da azdan çoxdan nə təcrübə toplamışam, hansı bilgilərim var, onlarla da paylaşmışam. Və belə də həmişə, hər zaman öz missiyamı belə görmüşəm. Başqa cür yox. Və düşünürəm ki, təbii ki, bu sevgini özünüz, bax, bu sadaladığınız əziyyətlərinizlə qazanmışsınız. Yəni, əbəs yerə deyil bu sevgi, hörmət, sayğı. Belə. Çox sağ olun. Siz sağ olun, Fəxriyə xanım. Dəvətimizi qəbul edib gəldiyiniz üçün mənim üçün çox maraqlıdır. Çox təşəkkür edirəm. Növbəti görüşlərdə inşallah, növbəti mövzularla, növbəti layihələrlə, onların maraqlı cəhətləri ilə, xüsusiyyətləri ilə yenə də görüşüb danışarıq, müzakirə edərik. Sizə uğurlar arzu edirəm. Çox sağ olun, təşəkkür edirəm. Fəaliyyətinizdə. Əminəm ki, sizin hələ görəcək işləriniz çoxdur. Bilirəm ki, arzularınız var, planlarınız var. Mən sizə uğurlar arzu edirəm. Çox sağ olun. Tamaşaçılarımıza da hər zaman mən can sağlığı arzu edirəm. Ən vacibi odur. Təbii ki, sözsüz. Görüşərik. Belə, verilişimizin sonuna gəlib çatdıq. Gələn görüşlərədək. Sağ olun, salamat qalın.